Günün xəbərləri. Müxalifətçilərin və gənc fəalların həbsinə başlanılıb. Hökumət yönlü gənclər şəhərin mərkəzində aksiyanı maneəsiz keçirdi. 31 mart Azərbaycanlıların soyqırım günü ilə bağlı Şəhidlər Xiyabanı ziyarət edilib. Səbrabadda korrupsiya əleyhinə miting keçirilib. Hüquq müdafiəçisinin apellyasiya şikayəti təmin edilmədi. Gənc fəalın cinayət işi üzrə istintaqı başa çatıb. İsrail jurnalistləri Bakıdadırlar. Martın 31-də gənc fəal Təbriz Qasımova Səbail rayon məhkəməsinin qərarı ilə 5 günlük həbs cəzası verilib. Onun nədə ittiham edildiyi bilinmir. Obyektiv TV-nin əməkdaşları gənc fəalın məhkəməyə gətirilməsini müşahidə edib. Mediaforum saytının yaydığı məlumatda isə bildirilir ki, dünən və bugün keçmiş seçki məhbusu Bələdiyyə Polisinin sabiq rəisi Mehdi Mehdiyev, İctimai Palatanın üzvləri İbrahim Əhmədzadə və Yaqub Babanlı, Müsavat Partiyası Gənclər Təşkilatının üzvləri Elçin Səlimov, Xalid Amanlı və Rauf Məmmədov, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının Samlıq rayon təşkilatının sədri Tahir Abdullayev, Azərbaycan Xalq Cəbhəsi Partiyası rəissiyyət heyətinin üzvləri İlham Hüseynli, Nemət Əliyev və partiya sədri Əli Kərimlinin müşaviri Şakir Abuşov və sürücüsü Kərim Mehdiyev, gənc fəal Rövşən Nəsirli və onun qardaşı Şirvan şəhər sakini Vüqar Həsənli polis tərəfindən saxlanılaraq idarə və şöbələrə aparılıb. Müsavat Gənclər Təşkilatının üzvü İdris Əmraslanlının qeydiyyatda olduğu Gədəbəy rayonunda və Bakı şəhərinin Sabunçu rayonundakı qohumlarının evinə də polislər gəlib və İdrisi axtardıqlarını deyib. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, polisə aparılan Mehdi Mehdiyev barəsində Nizami rayon məhkəməsinin qərarı ilə 10 sutkalıq, Elçin Səlimov barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 7 sutkalıq, İlham Hüseynli barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 7 sutkalıq həbs cəzası seçilib. Şakir Abuşov, İbrahim Əhmədzadə, Rauf Məmmədov dindirildikdən sonra sərbəst buraxılıb. Digər saxlanılanların aqibəti barədə heç bir məlumat yoxdur. Xatırladaq ki, martın 29-da Azərbaycan Demokrat Partiyasından olan gənc fəal Nazim Abbasovda 5 sutkalıq həbs cəzası verilib. Analoji həbslər gənclərin və Müsavat Partiyasının müvafiq olaraq 11 və 12 mart aksiyaları ərəfəsində də həyata keçirilib. Martın 31-də hakimiyyət yönlü bir qrup fəal gənc Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evi önündə piket təşkil edib. Hətta canımızla belə olsa vətənimizin keşində durmağa hazırıq. Ağır olsun Əli Kərimliyə. Yaşasın Azərbaycan gəncləri. Gənc fəallar əllərində səs gücləndiricilərlə Füzuli küçəsindən Heydər Əliyev sarayına qədər yol boyu Əli Kərimlinin əleyhinə şüarlar səsləndirib. Hakimiyyətə yox, öz dövlətinə, millətinə, xalqına, milli mənəvi dəyərlərinə müxalifətdə olan bir insan Əli Kərimli. Təxminən 20 dəqiqə davam edən piketə heç bir müdaxilə olmayıb. Əli Kərimli özü isə Obyektiv TV-yə açıqlamasında bu tədbiri hakimiyyətin iyrənc aksiyası adlandırıb. Martın 31-də Vətəndaş Hərəkatı İctimai Palataya daxil olan ictimai və siyasi qüvvələr 31 mart Azərbaycanlıların soyqırım günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət ediblər. Jurnalistlərə açıqlama verən Müsavat Partiyasının başqanı İsa Qəmbər, üstündən 93 il ötməsinə baxmayaraq, bu soyqırımın hələ də dünya ictimaiyyətinin diqqətinə lazımınca gətirilmədiyini deyib. O qeyd edib ki, bu qədər qanlar tökməsinə baxmayaraq, tarixdə ermənilərdən əzabkeş obrazı yaradılıb. Qəmbər onu da qeyd edib ki, yaradılan əzabkeş obrazı 20-ci əsrin 80-cı illərində ermənilər Azərbaycan torpaqlarını işğal etdikdə dünya ictimaiyyətində səhv təsəvvürlərə yol açdı. Həmin səhv təsəvvürlərdir ki, indiyə kimi Qarabağın azadlığına nail ola bilmirik, deyə Müsavat başqanı nəzərə çatdırıb. Bununla yanaşı Müsavat lideri son illərdə bu istiqamətdə alimlərin maraqlı tədqiqat işləri olduğunu nəzərə çatdırıb. AXCB sədri Əli Kərimli bu soyqırımı dünyaya tanıtmaq üçün arxivlərin açılmasının lazım gəldiyini vurğulayıb. O, bu soyqırım barəsində Xalq Cümhuriyyətinin arxivində detallı sənədlər olduğunu qeyd edib. Bununla yanaşı, Əli Kərimli bu işdə diaspora və lobbinin daha səmərəli işləməli olduğunu desə də, faktiki bu qurumların başqa işlərlə məşğul olduğunu nəzərə çatdırıb. Bu açıqlamalardan sonra Şəhidlər Xiyabanını ziyarət başlanıb, şəhidlərin ruhlarına dualar oxunub.
Qeyd edək ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabuz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaq erməni silahlı dəstələri Azərbaycanlılara qarşı soyqırım törədiblər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın Azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdü. Martın 30-da Səbrabad rayonunda yerli sakinlərin icazəli mitinqi keçirilib. Əhali ötən il baş vermiş daşqının nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin gedişindən narazıdır. Mitinq Əskərbəyli kəndində keçirilib. Aksiyada qonşu Qasımbəyli, Axtaçı və Camallı kəndlərinin sakinləri də daxil olmaqla 300 adam iştirak edib. Mitinqə Səbrabad rayon icra hakimiyyətinin başçısı Heydər Abbasov da gəlib. Sakinlər daşqının nəticələrinin aradan qaldırılması zamanı korrupsiya hallarına son qoyulmasını, dəyən zərərin yenidən qiymətləndirilməsini, zərər çəkənlərə lazımi yardımın göstərilməsini tələb ediblər. Bu tədbirlər fermer təsərrüfatlarının bərpasını, evlərin inşasını və təmirini, infrastrukturun bərpasını və pul kompensasiyalarının verilməsini əhatə etməlidir. İcra hakimiyyətinin başçısı bildirib ki, hökumətin qəbul etdiyi yeni qərar daşqının nəticələrinin aradan qaldırılması üçün əlavə tədbirləri nəzərdə tutur. O həmçinin qeyd edib ki, Qasımbəyli kəndində yerli icra hakimiyyətinin nümayəndəsi Babaxan Ən-Nağıyev qanunçuluğu pozduğuna görə vəzifəsindən çıxarılıb və məsuliyyətə cəlb olunub. Onu da qeyd edək ki, ötən bazar günü Səbrabad rayonunun Qasımbəyli kəndinin sakinləri Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə korrupsiyaya qarşı mübarizənin dəstəkləndiyi bildirilir və bu yaşayış məntəqəsində rüşvətxorluğa son qoyulması xahiş olunur. Martın 31-də Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun və Arif Yunusun Bakı şəhər icra hakimiyyətindən şikayətinə əsasən Nəsimi rayon məhkəməsinin 7 fevral 2011-ci il tarixli qərardadından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi. Prosesdə hər iki iddiaçının hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev və iddiaçı Arif Yunus iştirak etsələr də cavabdeh tərəfdən prosesdə iştirak edən olmayıb. Vəkil Fuad Ağayev vəsatət qaldıraraq işin mahiyyəti üzrə baxılması üçün yenidən Nəsimi rayon məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Müşavirədən sonra hakim Tofiq Səmədov Nəsimi rayon məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərarını elan etdi. Prosesdən sonra vəkil Fuad Ağayev Obyektiv TV-yə hakimin bu qərarından kassasiya şikayəti verəcəklərini bildirdi. Xatırladaq ki, Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun Şəmsi Bədəlbəyli küçəsi 38, mənzil 2 ünvanındakı 2 şəhər telefonu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yasama şöbəsi tərəfindən qanunsuz olaraq əlindən alınıb. Bu səbəbdən Leyla Yunus yaşayış yerini əsas götürərək Nazirliyin Yasama şöbəsinə qarşı Nəsimi rayon məhkəməsinə iddia verib. Nəsimi rayon məhkəməsi 7 fevral 2011-ci il tarixdə iddia arizəsinin aydın və düzgün verilməməsini əsas gətirərək iddia arizəsini geri qaytarıb. Martın 29-da AXCP Gənclər Komitəsinin üzvü Gənc Fəal Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama maddəsi ilə açılan cinayət işi yekunlaşıb. Bu barədə Martın 31-də Obyektiv TV-yə Gənc Fəalın vəkili Anar Qasımov məlumat verib. Vəkil Anar Qasımov istintaqın belə tez yekunlaşmasını qanunsuz hesab etdiyini bildirərək buna etiraz etdiklərini deyib. Həmçinin o dünən Cabbar Savalanlı ilə görüşdüyünü, onun səhhətindən və saxlanma şəraitindən narazı olmadığını da bildirib. Qeyd edək ki, bir neçə gündür Gənc Fəalın ailəsi onunla görüşə bilmir. Savalanlının anası Təravət Əliyeva Obyektiv TV-yə bildirib ki, Martın 31-də oğlu ilə görüşmək üçün saatlarla gözləsə də buna nail ola bilməyib. Mən kömək üçün Yüksəliş naminə qəzetinin əməkdaşı Elçin Həsənova müraciət elədim. O da aidiyyatı qurumla əlaqə saxlayıb, görüşün nə zaman baş tutacağını öyrənmək istəyəndə müstəntiqin sərt münasibəti ilə qarşılaşıb, deyə Təravət Əliyeva bildirib.
Elçin Həsənov Obyektiv TV-yə məlumatı təsdiq edərək bildirib ki, müstəntiq onu çox kobud ifadələrlə təhqir edib. Təravət xanıma kömək məqsədi ilə müstəntiq Ziyadxan Əliyevlə əlaqə saxladım. O da məni təhqir edərək onların işinə problem yaratmamağımı söylədi, deyə Həsənov qeyd edib. Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama cinayəti açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilir. Martın 31-də Novosti Azərbaycan Beynəlxalq Mətbuat Mərkəzində Rusiyada Azərbaycanlıların Milli Mədəni Muxtariyyət Federasiyasının vitse-prezidenti Mirəşrəf Fətiyevin dəvəti ilə Azərbaycanda səfərdə olan İsrail jurnalistlərinin mətbuat konfransı keçirilib. Nümayəndə heyətinin tərkibinə İsrailin aparıcı rus dilli kütləvi informasiya vasitələrinin redaktorları, habelə politoloqlar daxildir. Onlar hamısı keçmiş SSR, ikisi isə Bakı nümayəndəsidir. İsrail jurnalistlərinin press-turu Azərbaycanla, habelə yahudilərin vəziyyəti ilə tanışlığa həsr olunub. Qonaqlar Quba rayonunda dağ yahudilərinin kampak yaşadığı qırmızı qəsəbəyə baş çəkiblər və onların yaşayış şəraiti ilə tanış olublar. Onlar həmçinin 1918-ci il mart hadisələri qurbanlarının kütləvi dəfn olunduğu yerə də baş çəkiblər. Burada dəfn olunmuş 600 din sakinin 82-si yeridir. Politoloq Avigdor Eskin Qarabağ münaqişəsinə və xüsusilə Xocalı faciəsinə toxunaraq bildirib ki, təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır. O, BMT Təhlükəsizlik Şurasının bu münaqişə üzrə 3 qətnaməsinin hələ də yerinə yetirilməməsindən təəccübünü ifadə edib. Bir halda ki, BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qəbul etdiyi qətnamə dərhal yerinə yetirilib. O, beynəlxalq ictimaiyyəti ikili standartlar siyasətində ittiham edib və Azərbaycan və İsrailin bu siyasətin qurbanı olduğunu bildirib. Globus qəzetinin redaktoru Leonid Lutski Azərbaycan və İsrail arasında viza rejiminin zəiflədilməsi mümkünlüyü barədə suala cavabda bildirib ki, Azərbaycan indiyədək Təl-Əvivdə diplomatik nümayəndəliyi açmayıb. Novosti Nedeli qəzetinin baş redaktoru Pyotr Lyukomson bildirib ki, Azərbaycana səfəri yeni siyasi ideyalar üçün təkan olub və o bu ideyaları hökumət nümayəndələri ilə bölüşəcək. Sputnik qəzetinin baş redaktoru Mark Gorin isə bildirib ki, İsrailin jurnalist korpusunun əsas hissəsini əslən Azərbaycandan olanlar təşkil edir.